Əsas xarakteristikaları var. Bunun adlarını bilsəz kifayətdir. Printerin əsas xarakteristikası deyəndə çap keyfiyyəti, çap sürəti, işləmə qabiliyyətidir, rəng imkanlarıdır, əməliyyat prinsipidir, qiymətidir, qrafik imkanlarının olub-olmaması. Bax, bu printerin əsas xarakteristikalarıdır. Printerin xarakter, yəni keyfiyyət göstəricilər. Bunları da bilməliyik, testlərdə ayıra bilək deyil. Plotter. Plotter printerin böyük versiyası. Yəni ki, bunun funksiyası belə deyək də, onun üçündür. Onun üçündür ki, plotter belə deyək, bir növ necə deyim, o böyük plakatların hazırlanması, e, necə deyim, e, belə deyim, o plakatlar, xəritələrin çapı bax onun üçündür. Başa düşdük? Yəni ki, e, belə deyək də, onun funksiyası o böyük plakatların, necə deyim, xəritələrin hazırlanması üçündür. Yəni printerin böyük versiyası plotter. Başa düşdük? Yadınızda qalsın. Və çap texnologiyasına görə perulu, karandaşlı, elektrostatik, lazer, led kimi növlər var. Perulu, karandaş, elektrostatik, lazer, led, şırnaqlı kimi növləri var. Adlarını bilin ki, testlərdə ayıra biləsiniz. Çap məhsuluna görə isə iki yerə ayrılır. A0, A1 formatlı vərəqlərdə yazılan növbə var. A3, A2 formatlı vərəqlərdə hazırlanan növbə var. Bunlar bilirsiniz, məsələ budur ki, daha böyük necə deyim, vərəqlərdə hazırlanan məlumatlar bunlardır. Proyektor aydın məsələdir. Görürsünüz. Proyektor onun üçün nəzərdə tutulub ki, monitorda olan görüntünü daha böyük yerdə əks elətdirməyin üçündür. Bir də səs ucaldan və qulaqçıq anlayışı var. Səs ucaldanla qulaqçıq da yenə bax danışığımızı elə bir kolonka adda səs ucaldan eşidirsiniz. Qulaqçıqdakı naşnikdir bildiyimiz. Bu da çıxış xaric etmə qurğusu hesab olunur, aydınmı? İndi var iki funksiyalı. Həm giriş, həm çıxış qurğuları. Səs kartıdır. Bax, həm daxil edirsən. Elə bir ki, bax, bir növ danışıram, karta ötürürəm. Kartdan da gedir kolonkalara. Həm daxil edirəm, həm xaric edirəm. İki funksiyalı. Daxili və xarici modemlər iki funksiyalıdır. Bir də var şəbəkə kartı. Bu da bizim internetə girişimizi, qoşulmamızı təmin elədiyinə görə iki funksiyalıdır. Sensor monitor, bax, necə deyim, telefonumuzun ekranını təsəvvür edin. Orada həm yazırıq, həm görürük. Ona görə iki funksiyalıdır. Faks aparatı. Faks aparatı bu da iki funksiyalıdır. Yəni, belə deyək, bax, Bakı şəhərindən Gəncə şəhərinə faks göndərirsən. Bakıda faksını daxil edir, bax, bu qurğuya. Gəncədən şəxs o faksını götürür. Həm daxiliyyət, həm xaricilər. İndi video adapterla bağlı bir şeyə toxunmaq istəyirəm. Video adapter demin kitabında nə giriş qurğusu, nə çıxış qurğusu kimi qeyd olunmuyor, verilmir. Amma testlərdə belə bir sual var, kurs kitabları falan hamısı götürüb. Video adapter həm giriş, həm çıxış qurğusu kimi nəzərə alınmalıdır. Amma demin kitabında bu qeyd olunmuyor, deyim sizə. Həm giriş, həm çıxış qurğusu kimi, amma nəzərə alınmalıdır. Bu qaydada. Bu oldu bizim, necə deyim, izahımız. Yəni, ümumiyyətlə, biz yekunlaşdırdıq artıq. Hardware məsələsi yekunlaşdı. Heç nə qalmadı. Müəllim bir sual verə bilərəm. Verə bilərsən.